Salam dəyərli izləyicilər, əziz dostlar, hamınızı xoş gördük. Binə qəsəbəsi Fəxrabad adlanan ərazidə. Biz Fəxrabadın arxasında. Demək ki, yolun qırağında. Marşrut xətti, marşrut buradan keçir. Bir yana 4 otaqlı 1370-in 1350 ev sizə təqdim edirəm. Evin arxası, böyrü, buxunu, bütün hamısı açıqdır. Bu arxa hissəsi. Aha, görüşmə arxası. Orada da o birisi böyrdə açıqdır. Yəni divara birləşməyib. Ev 2018-də yüksək keyfiyyətli materiallarla inşa olunur. Bura yaymat baxın. Bu betonlar istipol, hamam tualet istipol. Padval betonun üstündə tikilib. Yer beton. Hər iki atmadan bir dənə divaynoya atılıb, keyfiyyəti yüksək keyfiyyətlidir. Evdən norm 400 marka sementdən başqa sement istifadə olunmayıb. Hal-hazırda da 7 ilin paşlı evidir. Kondisioneri də var. Bax sahəsi. Bura sanitarla sanzeldir, çöl üçün. Bunun aksesuarı da var, şebel də var. Bir dənə remonti qalıb. Burada qazanxana, ehtiyat su çəni, bitminutka, kombi. Ya daha nələr. Divarların hamısında çöl işığı üçün tok buraxılıb, amma heç biri çəkilməyib. 3.7 sotdadır. Sənəddə köklü sənədi var. Daxil olanda birinci koridor. Sağda sanitar. Sanuzel addelini. Burada gördüyünüz kimi qəşəng belə deyək. Oturma yeri, divan kreslo da var, yəni geniş yerləşir. Mətbəx hissəmiz. Geniş pəncərə ilə bir otaq. Yəni belə deyək, bu otağın ölçüsü arsa 4,5, 5,5. Bu otaq 4-ün 4,70-adı detskidir. 2 dənə otağın qalıb aboyu, bir də 3 dənə qapı qalıb qoymaq. Bura yataq otağı. Buramı pəncərələr də hamısı öz həyətinə baxır. Bu da evimizin qonaq otağı. Geniş bir qonaq otağı. 2 kondisioner var, ikisi də qalır evdə. 1.65'li, 1.10'lu. Və məişət avadanlıqlarından da televizorda qalır. Qalanında razılaşmaq yolu ilə. Qiymət 115.000 manat. Reallığı olsa qiymətdə endirim olacaq.